Borşunuz günlərlə qıpqırmızı qalacaq. Soyuq havaların can dərmanı qaynar isti borş. Özdə belə gözəl sunumlar, cürbəcür turşularla, yanında mayonez və qızardılmış çörək. Buna kim yox deyə bilər ki? İlk olaraq ətimizi gətiririk, qoyuruq qaynamağa. Bizə bulyon çox önəmlidir. Orada qaynamağında olsun, biz də tərvəzlərimizi başlayırıq təmizləməyə. Kök, çuğundur, cəfərini ayrı-ayrılıqda rəndədən keçiririk. Ətin üzərinə çıxan kəfi atdıqdan sonra 2 ədəd soğan əlavə edirik ki, bulyon daha ləzzətli olsun. Bulyonu 2 dəfə süzürəm. Ətləri isə sümüyündən ayırıram. Başlayıram soğanları xırda-xırda doğramağa. Qazanın içərisinə biraz zeytun yağı əlavə edirəm, biraz da kərə yağı. Soğanlar orada qovrulduqca mən də kökləri rəndədən keçirirəm. Soğancaya çox az tomat pastası əlavə edirəm, qarışdırıram. Qarışdırdıqdan sonra kökləri də bu formada həmin tavanın içərisində qovururam. Mən borşu bu üsulla edirəm, belə daha tez, asan və ləzzətli alınır. Kökləri də qovurduqdan sonra kərəmləri də əlavə edirəm, üzərinə duz əlavə edirəm, qapağını örtürəm, bunlar da bir qovurulsun. Daha sonra ətləri, ətin bulyonunu əlavə edirəm, qoyuram qaynamağa. Çuğundur rəndədən keçirirəm, cəfərini doğrayıram. Borşun tam bişdiyindən əmin olduqdan sonra bütün ədyatları əlavə edirəm, biraz da qarışdırıram, qoyuram qaynasın. İçərisinə bir ədəd də qub-qub doğradığım kartof əlavə etmişəm. Borş yeganə yeməkdir ki, köhnəldikcə ləzzətli olur. Günlərlə qırmızı qalmağını istəyirsinizsə, ocağın altını söndürdükdən sonra cəfərisini və soğundurunu əlavə edib qarışdırın. Mən bu formada servis etdim. Rəylərdə yazın, siz borşun yanına hansı turşunu daha çox yaraşdırırsınız? Ümumiyyətlə mayonez borşun olmazsa olmazıdır. Çeşid və çeşid turşuları da özüm hazırlamışam. Bu turşulardan ən çox hansını sevdiyinizi və borşun yanında hansını bəyəndiyinizi rəylərə yazın. Bu qədər, özünüzə yaxşı baxın, göz haqqınızı halal edin. Videonu bəyənib fikirlərinizi yazın. Hələlik.